Dayandan. Bizim mikrofonlar dayanır. Necə bizim mikrofonda dayanır? Necə hiss elədim ki, nəsə baş verir. Sarı bastı. Nasıl geçsin? Hardan əvvəldən dayanır? 3 saniyə gedib dayanır. Altında qalsın. Karta görəymiş, kartı dəyişdik. Mən o şeylər. Dörd işıqın dördə yanmalıdır. O 4 üçün 4 olsa yanacaq. Harda gibi? Bu balaca şeydir. Sönsə səs gedir. Daha kədərli bir formada salam edək. Yox, var da var. Yəni Ki onda elə məlumat kimi verərsiniz ki, ilk 15 dəqiqə şey olubdu. Qaraçılığımızın səbəbini bir dənə qapım bir dənə bağlı. Haydi. Qaqaş oradan qapı. haydi. Bəs qəndini verdi. Çox dadlıdır. Sayla zor gedir. Girək, tez girək. Salam. Nəfis oldu. Zafaz belə deyib güldürür, amma Səslər yazılmayıb dostlar. hə. Bir dənə də. Səslər yazılmayıb. Səslər yazılmayıb. Təzədən bir dəqiq. Bayaqdan bomba deyib gülürdü. Amma Talih üçün problem deyil, çünki yadından çıxacaq. Düzdür. Həm də aktyordur deyə eynisini oynaya biləcək. Yox. Necə yox? Talih 100% aktyor deyilmiş onda. Bəlkə salamı deyək onda bir dənə. Hə, 1, salam. 2, 3. Salam. Çox sürətli giriş elədi. Mövzu tez Özbək türkdür. Deyim mövzu. Hərdə dedi, niyə mən? Orta yaşda təhsil almaq. Neçə? Orta yaşda təhsil almaq. Orta yaşda təhsil alan adamlara baxıram və qəribə formada, çox diqqətli formada dərsə qulaq asırlar. Hansı təhsildən söhbət gedir? İstənilən təhsildə, yəni ingilis dili öyrənmək, ya nə bilim, gedib magistr oxumaq. Doktorantura məsələn. 34 yaşında Yox, gedib universitetdə doktoranturanı oxumaq. demirəm. Sırf məsələn, elə bir ki, buna 22 yaşında eləməli idi. Amma məsələn 35 yaşında eləyir. Daha diqqətli olur. Məsələn, söhbət zad eləmir ki, baxışları zad da şey olur ki, mənim ömrümə də az qalıb. Bu elədiyimiz Çöpletmə şansım yoxdur. çöplət. Sən ayıbdır, yaşımdan ayıbdır zad. Talih sən eləyərsən də şey. Oy, Biz Talihə təqdim zad da eləmək. Elə də eləmək. Eləmişik, bayaq eləmişik də. Təqdimata ehtiyacımız var. İstən, yəni eləyək, nə bilim mən. Talih Hizməyev də görünür də, Talih Hizməyev olduğu. Bəlkə kimsə tanımır. Ola bilər yəni. Tanımırsa ilə Qonağımız Talih Hizməyevdir. Azərbaycanlı aktyor, bloger, Bloger, influencer. senarist. Wikipediyası olan Hələ şəxs. deyəsən bir ara restoran zad belə bir işlərə Pop girişmiş. olsun. Olmadı. Olub bir illə yaxın kafe açmışdım. Və Görüş kafe. hə, görüş 100 kafe. Amma yəni çox böyük bir fiasko yaşadım. Nə fiyo? Mən onda yadıma gəlir ki, sənə yaxınlaşıb demişdim ki, zəhmət olmasa maşını çəkə bilərsən. Orxan maşını var idi orada. Yadında qalmır. Yəni də bunu niyə yadında salır? Vallahi da hə, da bu qədər də yoxdur. Sən idin. Yox, elə şeylər adam heç kəsin yadında qalmırdı. Onda yaddaşın sınaqmıyor. Amma yeri də qəşəng yerdə idi. Dörddəndə bəlkə deyim. Pis oldu. Yaman pul itirilib orada deyəsən. Ha, Yaman normal. duruş o duruş idi. Normal pul Hə, o itirdi. olmasaydı başqa bir şey. İndi kinonu Ya əslində təsəlli üçün deyirlər ki, biznesdə heç itirmirsən, ya pul qazanırsan, ya təcrübə. Amma mənim üçün doğrudan da böyük təcrübə oldu. Bir növ elə başım daşa dəydi belədir. Ya ona kimi elə bilirdim ki, bundan sonra da uğursuz heç nə alına bilməz. Yəni də Şey dedin ki, mənə lazım idi. milyon dəfə, Hə. milyon dəfə. Məncə hələ də deyir onu. Yox, hələ də demirəm. Bəs oradan qazandığın təcrübə budur ki, sən artıq bir də restoran açsan, məsələn, bunlara diqqət eləyəsən bunlara. Yoxsa bir də açmayasan. Bir cümlə budur. Hər öz poxun yesin. Ay sağ ol. Hər öz pox. Bu yəni bütün o nə qədər pul, 100 mindən çox pul və 1 il ömür başa saldı ki, bildiyin işlə məşğul olsan daha yaxşı olar. Çünki bilmirəm harda boşluqlar var, tuta bilmirəm. Bu Sənə lazım idi. Yo, amma eləməli idi Talih. Yəni Mən niyə açdım deyim sizə? 1, rahat otura bilmək üçün. Səncə indi artıq elə yerlər Passiv seçmişəm gəlirim ki, olsun. passiv gəlir 100%, çünki hər ay reklam çəkməkdən bezirsən. Yəni adamı tükəndirir. Biz deyirəm ki, bir iş olsun ki, ora mənim müdaxiləm olmasın və orada mən minimal xərclərimi qarşılayacaq bir şey olsun Hə, birdən olar ki, məsələn, yaddaşımı adımı itirsən, İtirsəm, məsələn, hə. oradan davamlı pul Heç olmasa gəlsin. orada- yolu itirirdim məsəradakı. O bilə buna kafedə mənim adım açıqlar. Bizdə familiyam o, 100 bey. girib deyirdim ki, Məhkəməyə qardaş də bu nədir verir sən? Hə, müəllim sizin də, hə, yaxşı çay ver onda. Yəni bir Sağ ol deyib. son tualetdən çıxırsan.
Bir oydu, passiv gəlirim olsun. İki də rahat otura biləcəyim bir yer olsun. Niyə? Çünki Montajda orada eləyərdin. onda belə yox, montaj, ssenari və s. Başqa kafelərə gedirsən, elə bir gətirirsən qabağa bir dənə, nə bilim, paxlava qoyur. Son deyir ki, onu da qıraqdan çəkir. Belə də olub. Və yaxud da ki, bir dənə kofe verir, deyir ki, müəllim, olar bir dənə biz. Deyirəm, belə kofe ala bilərəm də özümə də. Bu biraz etik gəlmirdi mənə. Biri lap pis eləyib. O sushi alıram. Adını yazır sushinin. Yox, gedib ki belə şey, içəri girməmişəm. Paket ellər götürürəm, əlində saxlayıb verim. Müəllim, paylaşacaqsınızsa pul almayaq. Hələ dedim yox. Belə çox belə mənə yaxşı gəlmir. Dedim bir öz yerimdə, həm də dost tanışlar da rahat oturaq. Dost tanışlar oturduq, rahat, amma ziyana getdik. Çox üzr istəyirəm, sözü kəsərəm. Bu məncə doğru məntiq deyil elədin. Çünki məsələn sən olduğun yerdə ona görə həm sushi eləyəsən, həm kofe, həm kebab, həm lahmacun. Sən elə bilirsən ki, bütün yaşayışını bir restoran içində sığdırmağa çalışır. Elə dedi də. Yox, yəni söhbət ondan getmir. Mən istəyirəm ki, oturum sakitcə. Burada. Heç kim sənin şəkili çəkməsin. Hə, amma əks seyir fikirləşməmişəm, deyəcəm o nədir. Bir dost tanışlar olur. Məsələn, Əlixanla görüşürsən, başqa aktyorlarla görüşürsən. Çünki hansısa bir kafeyə gedəndə istər-istəməz belə bir fikir şeylə düşürsən. İçidəki o kafenin yəsi bilmirsən necə eləsin ki. Hə, belə bir Dəli olub. Elə bir dəfə olubdu Allah haqqı. Belə oturmuşduq Targovda. Bizim də bir dostumuz var, Orxan Mərdan. Çox belə sözü belə rahat deyən adamdır. Oturmuşuq çay içirik, Əlixan, mən, Orxan. Birdən gördük Qaqaş belə əlində yanan künəfə ilə gəlir belə. Odlar belə. Yığışdır o lazımdır. Qaqaş özünü itirdi, künəfər odu düşdü yerə. Hər yer yanır. Biz ikimiz oturmuşuq belə. Bizə eləyin amma. Bizə ondan eləyin. Altı qərəmçi künəfəsi yeyək. Biz kafe açıq olsaydı dəvət eləyərdim sizi. Və ən pisi nə oldu? Hamı mənə bildi hardayam. Yəni bütün senari yazanlar, bütün aktyor olmaq istəyənlər kafedə otururdum. Talib müəllim, mən özüm də ayda nə qədər senari, nə qədər və o baxımdan o nəzərə almamışdım ki, yerimi biləcəklər. Elə bir gecədə risk dedim ki, yox, mən bunu bağlayıram axşam, yoxsa yox, sən hansı həddə idi? Ziyan işləyirdin də. Birincisi, yəni bilmədiyim sahədə boşluqlar, ziyan, hər şeydə indi qonşular, oradan pajar düşdü, buradan filan şey oldu. Qonşulara bax. Ən şey odur. Gəlirdi ki, yatanmırıq gecə. Deyir, valla bu gəlir dövlət də ölçür, deyir ki, bu kondisionerin səsindən azdır. Bəlkə ümumiyyətlə yata bilmir. Mən niyə yata bilmirəm? Bilmirəm, qardaşım. Bəlkə şey kimi deyib onu, belə haykırış kimi də. Yox, denk gəlmisən. Yox, o özdə məşhur adam idi qonşuda. Şeir yazan bir həkimdir. Şeir yazan bir həkim. onu tərmə. Şeir yazan həkimdir və yata bilmir. Bizə spesifik bir özəlliyi var. Şeir yazan həkim. Mən aspirini gözəl aspirini. Bilənlər bilir kimdən danışıram da dedim. Nə oldu? Tanıyıram. Ad vermirəm mən. Və axırda da yalvardı. Ay? Jayco in the building. No. Aha. Elə olanda başa düşməyənə də elə yox. Bilirsən, bu ikisini özəlliyi də elə yola verə bilərsən. Bu ikisi gicdir. Reaksiya verməyim də. Yaxşı. Başa qozdan. Pis oldu. Foyamız ortaya çıxdı bir də. Yəni o bir tərəfdən belə səncə axır zəng gəlir, təsəvvür elə götürürsən. Borclu olmusunuz həyatınızda? Əlbəttə. Borclu olmusunuz? 100%. Yəni 50.000 borcunuz olub ki, məsələn. Yox, olmasın. Yəni 100-200 min manat olanda başqa şeydir. Qardaşım həll edirəm. 50.000 borcum var və sən bunu qardaşım həll eləyərəm olmur. Və sağ olsunlar, yenə deyirəm, çox adam hörmət elədi, çox adam hörmətsizlik elədi, hər şey gördü. Targov da qabağımı kəsirdi, sizin şirkətin bizə borcu var. Dedim, ola sən kimsən? Onsuz yadında da deyil. Sən kimsən? Mənim kafem yoxdur. Mən kiməm? Onlar heç. O səncə belə səs-küy salanlar heç, onu bilirsən. Amma ən pisi sakit deyənlərdir. Götürürsən belə. Alo, salam verəcəm, salam. Nə oldu? O nə oldu? Yəni Çox pis şey. Sən o qədər borca girib açmışdın. Nə məcbur bir şey? Kafe gedə-gedə borclanmış. Hə. Yox, ya axırında. Və ondan sonra yəni doğrudan depressiyaya düşdüm, özümü öldürmək haqqında düşündüm. Yox. Ha, olacaq. Yox. Ha, vallah. Sonra bir dəfə getdim psixiatrla danışdım, dedim, bir dənə belə antidepressant yazdılar, içdim, yavaş-yavaş özümə gəldim, sonra ödəyəcəm. Aslında ölçəli ödəyəcəyik də. Gözəl, oradan gözəl yanaşmalıdır. Yavaş-yavaş şükür. O qonşu yata bilir. O qonşu yatır inşallah. İndi orada Hindistanlı kafe açıqlar. İndi gedib danışır ki, yata bilmirəm, o da bilmir. Get denən ki, çıxın buradan, bura mənimdir. İndi lap pis. Hindistan yeməklərinin iyisi daha spesifik olur. Qoyamsız o küçədən öncə çox pis iyi gəlir. Hindi gəlir oradan öncə. Özdə adı da pisdir, PMJ. Nəsə belə baxıram ki, o qədər pul xərcləyib divar zad düzəltmiş, aboy vurublar, evə oxşuyur. Allah haqqı, PMJ. Cümə günü Xəzər TV-də 20 serial var.
Ya Allah işdən avan eləsin. Yo, əlbəttə. Yəni çətin iş. İnşallah yəni bir sözlə Amma eləməli idi nə Talih. Yəni əlində pul var tutaq ki, və yaxud da bir məşğulluq var. Əlində Zarafat sən montajdan devam, shift edək hər gün. Yox, yəni onu eləməli idin də. Yəni bir yerdən sonra çünki bizim də əlimizə o şey keçsə, baxmayaraq ki, təcrübəmiz yoxdur, biz də eləyəcəyik onu. O 100%. Ya burada məncə yanlış şeylərdən biri də mənim düşüncəm. Çox özünlə birləşdirmisən brendi. Prosta elə belə məsələn kafe sistemindən başa çıxan bir adam olardı. Məsələn bir menecer. Bəli. Deyərdin ki, al sənə 50 min. Yox, Ayağa gedib oturub, kassir olub orada. Sən Kassin adam sat da işləmiş. Hə, yəni gedib özü şey eləyir, kebab zad çəkirmiş az qala. Hər şey belə başladı. Bir dostum var, narda bir yerdə işləmişik. Yolda təsadüfən maşının namı. Necə sən nerəsən? Mən bir dənə coffee shop açmaq istəyirəm. Mən istəyirdim. Mən də bir dənə burgerini. Söhbət bəlkə birləşdirək güclərimizi. Davay qardaşım. 3-cü nəfər də qoşuldu. Hara! Belə başladı. Heç birimizin təcrübəsi yox. Heç birimiz belə bu işdə olmamışıq. Amma mənim o özgüvənim ki, şey eləyərik. O özgüvən sındı və mən başa düşdüm ki, okey, yəni Nəqin o dostlarında sənə fehmi və güvənirdi ki, istifadə. Yox, yəni ondan onsuz eləyəcəkdi. Yəni birləşdirdi. Yəni inciliyim yoxdur, düzdür. Belə arada bir əsəblər oldu, bir-birimizə qarşı belə bir şey. Amma mən fikirləşirəm ki, pula görə adam dostundan küsməz, ona görə heç Aşağıda batıyoruz edir nə qapı. Yəni heç kəsə məsləhət görmürəm də. Yəni açanda mən dedim, bilmədiyi şey. Məncə şey bilən bir adama gedib pul versən ki, ala. Hə, onda bəlkə. Hə. Nəsə eləmək Burdan olar. ayda məsəl üçün filan qədər pul Bir götürüb qalanda də vermək. sonradan hesablamışıq ki, mənim Allah haqqı bu işdə yəni, adi bir story və post paylaşmağım onun bir aylıq gəlirindən daha yaxşıdır. Yəni 3 yerə bölünür. Çünki marja çoxdur, xərclər çoxdur. Yəni deyiləsi dərd deyil, ona görə eləmir, qardaşlar. Eləməyim. Belə hə. Kafe söhbəti yaman uzanır. Yaman uzun dərddən. Elə girirsiniz ki, elə mövzuya girdiniz, mən də danışdım. Əlidim yaman mövzularım var. 46 dənə özdə görürəm. Səhərə qədər bu. Açasın narahat. Müəyyən bir hissələrdir. Şeylərdən biri, mövzulardan biri şeydir. Pianino və yaxud da musiqi müəllimləri ümumiyyətlə. Mənim ətrafımda qardaşım, qohumlarım həmişə, yəni uşaq yaşlarından şey gediblər pianoya. Mən də getmişəm. Və sən də getmisən, böyük ehtimal sən də hiss eləmisən. Ancaq söyürdülər. Ancaq müəllimi söyürdülər. Bezirdilər. Bəzi və arada mən şeydə işin yanında bir dənə musiqi məktəbi var. Oranın yanından keçəndə bir dənə hayküyləri eşidirəm. Uşağı çapırlar. Sənə demədim elə vur. Sənə demədim o özü də tütək çalır. Baxıram ki, uşaq necə qorxa-qorxa tütək çalır. Yəni böyük psixoloji Ay musiqi müəllimləri niyə belə qəddardır? Qəddarlığının səbəbi var məncə. Birincisi mən söyləməmişəm çünki mənim bizdə musiqiçi idilər deyə. Hə, atam da musiqiçi idi deyə söymürdüm də ki, elə bil bağdaşdırdım şey. Musiqiçiləri niyə söyürsən ki olsun? Yox da, yəni şey elədim də. Yox, yəni bir qırğın olub da bu şagirdlə müəllim Səbəbi arasında. budur. Mən o vaxtda skripka otağında xüsusilə müşahidə edirdim bunu. Pianoda yenə məsələn 3-5 şey not öyrənəndən sonra bir şeylər çalırsan, qulağa gəlir. O melodiya gəlir də. Skripka da amma barmağı düz qoymayanda davamlı xaric səs gəlir və skripka otağında müəllim çıxırdı belə. Üzü gözü belə çox səsə məruz qalır. Pis bir səsə məruz qalır və davamlı məruz qalır buna. Ona görə də istər-istəməz Tamam da, amma bu adam buna hazırlıqlı olmalıdır da. Yəni birinci günü deyil də bu yəni yəqin ki. Tərlan, mən skate müəllimiyəm. Gəlib adamı deyirəm ki, nə sürüşdün? Niyə yıxıldın? Düzəməlli sürə. Başa düşdüm. Tərlan demək istədiyi özündən asılı deyil. O onun Deməli professionallıq deyil də bu onda. Şeydir. Yəni bu professionallıq olmur da onda. Məsələn, nağara müəllimləri necə idi? Yadıma gəlir. Nağara müəllimi uşaqları vururdu. İşi budur. Nağara müəllimi musiqi məktəbindəki idman müəllimi də elə bil. Bildin? Yəni hərəkətləri zadı belə şey eləyirdi və ritm öyrədirdi. Çünki bir güclülük lazımdır ora. Bir fiziki qüvvə lazımdır. Yes. Orada musiqi duyumundan daha çox dakka, nə qədər çox dakka. Məsələn, bəzi kimsə sən səs yazma şey edirsən də, kimsə gəlib pis oxuyanda şey olursan ki, qışqırırsan onun üstünə. Qışqırmırsan, amma gic olursan da bir yerdən sonra. Gic olursan, bəzi yəni onu öyrətməyə çalışırsan. Çünki baxırsan ki, ay mal, sən əgər bir yola çıxmısansa, oxumaq yoluna Getdir. oxu deyən bunu biraz bilməlisən də. Bir də belə bir şey var. İnsanlar heç vaxt demirlər ki, mən gedirəm musiqi müəllimi olum. İnsanlar adətən deyirlər ki, mən gedim musiqiçi olum. Chopin Tam ola bilmir. Gəlir necəsə məcbur musiqi müəllimliyinə, sonra da orada indi ilk başda həvəslə şey eləyir ki, uşaqlara öyrədərəm da. Uşaqlar da cücü belə şey eləyir, başı şişir. Musiqi müəllimləri qalır hələ. qalır. Mən o uşaq vaxtı istirdim, qoymadılar. Mən piano öyrətmək istirdim. Piano nəyə? Amma tütək dedi, yadıma bir şey düşdü. Danışım yoxsa? Tütək səsi filmindən. Yox. Bir dəfə yəni tütək oradan yadıma düşdü ki, metroda
Metroda gedirəm. Çox Tarih üzbəyə metroda Bəli. yazarıq. Metroda gedirəm. Belə vaqona, yox, həm vaqona təzə girdik ki, vaqonda bir gərginlik var. Hamı belə çəkilib Fidan TV çəkiliş edir ona görə. Onda yox idi. Xalan Hamı dedi. çəkilib divara, qıraqlara. Bir dənə belə yekəpər belə bu xozu bir cadada belə. Ay, kim vurdu səni? Kim atası bir dənə də abala sos, kim vurdu? Qışqırır. Damarlar belə çıxıb Allah haqqı. Hamı belə də dayanmışıq belə. Heç kəs də eləmir. Ay özünə vurur, yumruq vurur. Ay kim elədi? Allah haqqı. Siz elə burasıdır. Hamı da belə dayanıb ki, belə baxmayım da mənə baxmasın. Sən demə pantom miymiş? Gəldi dayandı qatar. Qapı açıldı, dilənçi uşaq belə İçəri bir dənə belə Qaqaş döndü baxdı belə də sənin də var yox. Aldı çırpdı başına. Mən prosta uşağın sifətindəki mən neynədim? O belə çox pis idi də. Aldı çırpdı başına. Heç kəs də qorxusundan heç nə demir. Bu arada bəzi məşhur adamlar deyəndə ki, metroya minirəm və yaxud da uzun müddətdir metroya minmirəm. Metro ilə bağlı nəsə yazanda girirsən ki, hamı geydirir bunlara. Hə, qudurmuş. Unutmusunuz siz ha. Ala maşınım var da, niyə minim? Dəli Bir sənsən. şey deyim, mən də uzun müddətli metroya minmirəm. Maşınım var, Mən də məcbur olmadıqca, ehtiyac olmadıqca metroya minmirəm. Çünki narahatdır yəni. Niyə metro ilə gedim? Valla metroya mən deyim, mən uzun müddət, yəni maşınım olmadan Metro utanmırdım. Metroya da Dəvə ilə. metroya da minirdim, avtobusa da minirdim. Sadəcə diskomfort pislədir. İnsanlar tanıyır. Mən ümumiyyətlə, yəni diqqət mərkəzində olmaqdan xoşum gəlmir. Deyirlər bu aktyor olsun. Əlavə olaraq, niyə metroya minəsən? Nə maşının var da? Hə də maşın var. Həm də ki, o belə sıxa-sıxda selfie çəkdirmək çox belə çəkdirirsən, kimsə tanımır ki, bu kimdir. Özü stansiyalarda yadında qalmır. Yox, qalıram. Həqiqi. Kurtkadı özləri qarşı. Hə, belə dayanmışsan, tərli bir nəfər çəkdirir, eləmişdi. Metrodan çıxdım ki, yazmış ki, yeni layihə gəlir. Nə layihədir metronun içində tərli? Gəl şey olardı, Fidanıymış o. feribot kimi, məsələn, bəzi vaqonlar maşınlara ayrılardı, bildin necə? Məsələn, maşın almısan, məşhursan, amma bir yol var, düşürsən stansiyaya, girirsən o vaqona, onunla gedirsən belə. Şey eləmək istəyir. Elon Musk eləmək istəyirdi, uğursuz oldu. Zelenski ilə bir yerdə. Şəkili çəkib paylaşdılar ki, məsələn, Talih Üzbəyev metroda. Hə. Bu da sadə, bu da belə insanlarla belə. Amma maşının içində də. Maşının içində selfie, yeni layihə gəlir. Qar barəsində nə düşünürsüz dostlar? Pis, Axmaqlar, yaman qar yağır. pis. Mən qarı sevirəm. Hamı sevir Mən də məncə. sevirəm. Qarla bağlı sadəcə bir dənə problem odur ki, bir gün yağır, bir gün isti olur. Bir gün yağır, bir gün isti olur. Bunun raconu nədir? Yağır 10 gün. Ondan sonra Normal. başlayır əriməyə. Ya Bu olmalıdır və bu olmur. Valla məncə şeydir, nə qədər klişe səslənsə də hazır deyilik. Allah haqqı. Dünənlər gecə işığımız sönüb. Yəni 21-ci Talih əsrdə. Üzbəyev bizdə sönmür heç. Çıxdım əsəbləşdim. Yox. Yəni söndü. Yəni gəl işıq sönür, gəl oradan nəsə. Dostlar, mən narahat edən siz nədir? Targovu ərazisi, yəni Fəvvarələr meydanı sürüşkən bir materialın üstünə qurulub. Yes. Yəni bu şəhər Hər şey sürüşkən. Bu şəhər sürüşkən bir zəminin mərmər üstündədir. Qardaş, hər şey mərmərdir. Hər Və şey. qar yağanda gəzmək olmur. Heç yağışda da belə görsən belə Hə. sürüşürsən arada. Yəni bu şəhər qar və yağış üçün qurulmuyor. O gün Bu şəhər Fərid sadəcə o mərmərə o görə gün qurulub. Fəridlə düşürdük. McDonald's-un qabağında pilləkənlər var. McDonald's-u bipləyərsən. Nəyin yanında deyim? O çətirli qız heykəlinin yanında pilləkənlər var. Ölürəm ondan. Hə. Orada gəldik Fəridlə, ayağımızı qoyduq, gördük sürüşür. Əndirabadi yollarla belə fırlanıb bir elə bil ki 3 saniyəyə düşəcəyimiz yolu bir 10 dəqiqəyə düşdük. Niyə? Sırf mərmər fetişinə görə ki, orada mərmər olsun. Çox da Məncə Azərbaycanda Qar olmaz. əhali Çölə çıxma. Sürüşməsin. qarı çox tez tükətir, bilirsən necə? Qar yağır. Dayanın. Mən istəyirəm ki, bir gün hamı evində otursun. Mən pəncərədən baxıb dağılmamış qar. Yes, yes. Və yerdəki qarı da götürüb qar adamı Hə, düzəldirlər. ay sağ Yerdə ol. qar qalmır. Dayanın da bir. Hamı necə qar topu Qardaş, həvəskarıdır. onun da səbəbi var. Qardaş, qar topu mənasız oyundur. Yo, zor oyun. Valla mənasız. Zor oyundur. oyundur. Mən bilmirəm. Mən oyunu denk Bəs mən gələndə. uzun müddət ki oynamıram. Mən Qar yağır, amma Bəzi, gəzirəm. necə mənasız oyundur? Gedək qar topu oynayaq. Bu necə başlayacaq? Yəni Amma Yox, yox. məsələn denk gələndə Prosesdə attraktiv yəni. ki, məsələn zarafat Mən o gün eləyir. neynədim? Yox, bilirsən Neynədin də. ha? Mən o Yəni sən gün neynədim? dənizdə götürüb qum atırsan. Ay sağ ol. Qum atmırsan, Fərid. Yəni atıram da mən deyək ki 4 Qum nəfəri, atırsan. mən gəlirəm sənə qar atıram da. Elə elə hə Fərid. Niyə? bax. Qardaş. Atdım da, zarafat bir dənə- elədim. bir dənə gözlə də, bir dənə. Sonra iş qarışır. Ara Mən o qarışır. gün neynədim? Neynədin Qar sən Allah? yağmışdı. Sən Allah neynədin? Qar yağmışdı. 2 gündə Kalin babı da keçmişdi. Yəni götürdün həmin gün çıxdı. eləməmişdim. Götürdüm, dedim ki, mən gedib kiməsə deyənmərəm ki, gəl qar topu. Yollara oynayaq. qum at. Yaxşı qalmaz.
Qartopu düzəltdim 3-4 dənə. Özünə vurdum. Divara vurdum. 3-4 dənəsini divara vurdum. Bu indi Sonra məntiqlidir. getdim. Divara vurular. Mən insana belə topa bir qar vurmaq tərəfdarı deyiləm, bildin necə? Xüsusilə bunu ən pis eləyən orta məktəb uşaqları olur. Ha, Orta məktəbdə hamı onlar başına eşək gəlir. kimi oynayırlar. Tutqanın belinə zada qar doldururlar. Yəni bir hədəf olacaqsa, məsələn, qartopu oynayırıq. Çıxdıq qartopu oynamağa. Bizim hədəfimiz nədir? Nə etməliyik? Kola alaq axırda bir. Yox. Mən məsələn İsmaili vurmalıyam. Sadəcə İsmaili vurmalıyam da, bildin necə? Mən istəyirəm ki, bu işin içində daha ciddi bir missiya olsun. Məsələn, İsmaili başından vurmalıyam. Bildin necə? İsmaili öldürmək. Bu da uyğun bir şey deyil. Çünki soyuq bir şeylə başından vurmaq. Amma qartopunun içinə daş qoyurdular, daha bərk olsun deyə. Elə şeylər var Necə idi. pir şahid şeylər də özü var. Ayaqları vlogdan düşürdüm. Nəsə belə olub. Bir də gördüm ki, balaca uşaq bacısının başına, o düz başına şok deyə atdı. Mən qəribə olduğum bu bir futbol oynayanda olur. Futbol oynayanda qıraqdan keçirsən, gedirsən. Qartopu oynayanın ortasından keçirsən. Bilmirsən ki, mənə dəyəcək yoxsa dəyməyəcək. 2 nəfər, 3 nəfər orada oynayır öz üçün, amma yenə də gəlib dəyə bilər. Qarı belə tez dağıtmayın. Qoyun biraz qar yerdə qalsın. Biraz qalsın. Bu arada məncə yasamalla bağlı da nəsə düşünməlidir artıq bu ölkə. Düzdür? Yeni Niyə? yasamal. Niyə? Yasamal yox, yeni. Yeni yasamal. Yəni dağın başında bir yerdir və dayanmadan Bir sürüşür. dənə çökək var orada məşhur. Ən çox oradan videolar gördüm mən sürüşmələr. Oradan Yazıq gördüm. maşınlara. Nə qalxa bilir, nə düşə bilir. Qalırlar orada. Fərid yasamallıdır bu. Yasamalla bağlı danışacaqsa qardaş, sən arada şeylə. Yasamal uşaqlar, hə, Fərid yasamallıdır. Yasamal uşaqları zordur. Yasamal uşaqları zordur. Mənə çatmayan o qədər maşın sürüşdü oradan. Böyük ehtimal onların evi gəlirlər. Fərid sən tanıyırsan da oraları. Bazar store var orada deyəsən market. Düşür məsələn sağa dönür, orada bir binadır. Niyə maşını yuxarıda saxlayıb o günlük gəzə-gəzə gəlmədilər səncə? Çünki bəzi nəqliyyat hələ də davam eləyir də. Yəni sürürlər. Yox, Sürürlər. indi demirəm. Qarın o ən qızğın vaxtında videolar var. O maşınlar ora gəlir ki, sürüşsünlər. Yəni bildin, sən nə edirəm? Bax, onlarda əksəriyyətində nə bilim, yay təkəri olur. Bir də görsən ki, zənciri taxıb, nə bilim, qış təkərdir. Şaqqa deyir, yenə gedir. sürüş. Ha, şey o şaqqa gedir elə. Şaqqadan. Yox, mən deyirəm ki, yəni orada o qədər maşın sürüşdü. Orada? O maşınlar o gün evə gəzə-gəzə gedərlər. Məsələn, Yox günəş da. petrolunu, is petrol yoxsa orada Günəş petrol. Günəş petrolunu yanında saxlayıb o gün gəzə-gəzə getsinlər də. Getmirlər də. Bu da problem. Və DJ Tural nə danışır neçə vaxtı? Nə danışır? Də yəni cəmaət DJ maşın zat. Zarafatsız hə. DJ Tural uzun müddətdir bunu danışır. Nə yəni. danışır? Da yəni cəmaət niyə maşınsızdır? Bir də bu qış təkəri ilə maşın sürsən hə, Dali. Qış təkəri ilə yay təkərin fərqi nədir? Valla mən də dünən onu fikirləşirdim. Maşın sürüşə ki. Görürsən qışda qal. Aldıq taxırıq. Yo dünən nə belə sürüşürəm, deyirəm görürsən qış təkərini taxanda nə olur ki? Səndə qış təkərdir bu dəqiqə Bilmirəm taxıl. ki. Bu da sonradan görmə bir maşın şeydir. Məndə də elədir çünki bilmirəm. Mən 4 ildir maşın sürürəm, nə bilim. Yəni elə bilirəm yaxın keçmişə kimi bu zəncirlər moddaydı. Mən maşınları zəncirlə Nolaltılarda görürdüm. da olurdu. Və başını buraxdılar bir yerdən Ya sonra. qar yağmır ona görə. Çox qar yağmır. Çox qar yağmır. Hazırlıqlı Görmədin deyilik. qar Daha yağır. həqiqətən hazırlıqlı deyilik. Gic olur hamı ki, Bir də qar neynəməliyəm? gözləyir, qarın yağdı. Martda qar yağır. Marta 3-4 gün qalmış qar yağır. Bunun bir yeni il gecəsi qar yağmalıdır. Mən bunu Bəzi mən şey edirəm. bilmirdim. Yeni il Neçə ildir gecəsi yağmır. yağsın. Hə. Neçə ildir yağmır. Mən məsələn harda Elə Novruz dəli gəlir olmuşdum. o. Bir gün çıxdım ki, maşınımın üstü qardır, yəni qar yağmış da. Neynəməliyəm, necə təmizləməliyəm, şüşəmi nə ilə silməliyəm? Dəli olmuşdum. Bilmirsən, həqiqətən Bağladı. Top oynadın. Hə, qar topu oynadım. Bütün hamının bildiyi tək bir info var qar yağanda nə etmək lazımdır? Şüşə silənləri qaldırmaq. Hamı onu Onda edir. yəni bu dəfə TikTokda bir qaqaş çıxdı Ha. getdi ki, bunu niyə eləyirsiniz? Dostlar, Elədi. Ziyandır güya. Mənası yoxdur məncə onun. Amma ruçnoyu Tutuluşundan da xarab olur. tutmamalısan. Niyə? O şeydir, yapışır qalır. Bilmirəm, maşın temaları. Nə eləməlisən? Ruçnoyu səndə təzə maşınlar nəysə. Hə, məndə yoxdur. Onda tali metro ilə. Start stop. Yaşasın metro. Verilişimizin baş sponsoru Soda, sodalarıdır. Soda, yeyinti üçün. Dostlar, Coffee hesabımızdan bizə coffee alaraq dəstək ola bilərsiniz. 10 dənə coffee alaraq mövzu demə Elə şey yox. Elə şey yox. haqqı əldə eləmirmişsiniz. Bu qədər. Avropadan, Avropadan, Amerikadan. Zelenski də göndərə bilər. Uzaq şərqdən, orta şərqdən və digər Şərqlərdən. hardan Afrikadan zaddan əgər atmaq istəyən varsa, ata bilər, hər yerdən atmaq mümkündür. Afrikada bir ara bir şey məşhur oldu. Qaqaş Ad günü. Azərbaycanlı qaqaşları tutmuşdu. Allah, mən Bu də günlərimdən ad günü zaten. Hələ də var, hələ də var. Və bir çox ucuzuymuş o. Məncə bir 10 dollar zaten. Hə, 3-5 dollar zat belədir. Heç kiç yoxdur. Simən kimi eləyirlər məncə. Qaradərli insanlardan bu qədər kayf tutan başqa millət yoxdur. İrqçilik eləmədən. Həqiqətən irqçilik eləmirik. Qarabala, Biz irqçi Qarabala. deyilik.
Azərbaycanlılar irqçi deyil. Azərbaycanlılar Amma qəribədir. Azərbaycan irqçidirlər, pozitiv. ağır irqçidirlər. Yox, Prosto pozitiv. Amma Ay, hətta neqativ sirdir irqçi məncə. deyirlər. Yəni biz heç Niyə vaxt döymürük döymürük, məsələn? döyə incidən. şey Prosta belə gülməli gəlir. Qarabal. Qarabala deyirik. Qarabaladır da. Naxçıvanda şey deyirlər, o belə cəviz mürəbbəsi deyirlər. Başları belə qara olur axı, toz belə. Deyir görsən o cəviz mürəbbəsini. Deyirəm ki, Allah haqqı baxıram ki, oxşur da başı forması üzdə biraz da saç olanda. Sən Yəni də qoşulursan yəni. ya baxıram ki, bu onu təhqir eləmək istəmir. Sadəcə görmədiyi bir şeydir. Məsəl üçün mən Çində olanda, mən də irqçilik yaşadım orada. O Çinə də gedir. Ha, şeydir, getmişdim Bu Çinə. nə başda? Saqqalım özdə bu kinoya görə saxlamışdım. O belə baxırlar, gülürlər. Mən də belə dayanmışam Hə, belə. onlarda da saqqal zadı olmur axı, az olur. Ümumiyyətlə biz olduğumuz şəhərdə belə çıxmasın yumrucöz adam az idi. Yumrucöz deyirlər də bizə yəqin. Avropalı. Avropoid. Avropoidlər az idi. Yəni biz 3 nəfər getmişik, elə bir şey oranın əcəmisində yemək yeyirik. Və belə bir dənə yer idi. Full Çinli hamı. Dil bilmirlər və bizdən başqa deyirəm də, yəni Avropoid yoxdur. Hamısı belə gülürlər. Gedir nəsə seçilik qız gəlir nəsə belə. Yaxşı döyüb eləməyiblər, qaçır. Gedəndə Bizim belə riski belə mutlaşırlar eləyəsən, bizdən. birini ölərlər. Gəlib belə ha, elə bir şeylər. İrqçiliyi yaşadım orada belə başqa formada, yəni. Biz də necə onlar Naxçıvandaşlar necə zəncilərə Naxçıvanlısan bu arada? ana tərəfdən. Ata tərəfdən bəs. Ləzgi. Bu şayədir hə, orada aptekə əcza yazırlar zət. Yox, şayə deyil. Bir ara yazırdılar. Həqiqi. Yəni bundan qabaqçı hakimiyyət dövründə ümumiyyətlə belə bir Hakimiyyət sözünü işlətir. bundan əvvəlki rəhbəri yaxşı. Ya, hə, yox, yox. Qohumdan ordadır. Sən Allah, qohumdan orada. Bundan əvvəlki rəhbərin vaxtında belə bir əmr verildi ki, xarici dildə adlar necə indi bizdə deyiblər. Sadəcə icraçılar düz başa düşmədilər. Götürdülər, tutaq ki, Bekon çıxartdılar, elə məişət əşyalar. Yəni hər şey brend adlarını da çıxartdılar və hər şey qoymadılar brend olsun. Buranın adı nə? Bura Bravo, nədir? əhsən zad qoy. Bura nədir? Deyirsən telefon dükanı. Yazarsan telefon dükanı. Yəni ad qoyanmazsan da, yəni. Səhv anlayıblar yəni. Biraz elə olmuşdu orada. Ona görə əlçaxana və s. Sonradan amma düzəldi. Yəni brend dedi ki, mənim adım mən geyim dükanıyam. Elə geyim dükanı yazdım. Elə Zara də geyim dükanı yazıram. Gəlir bir yerdə olur. Game dükanı amma o şriftlə. Hələ Beko məişət Zor əşyaları. Yox, Bekon olmaz. Beko nə deməkdir? Heç nə. Davay. Yaxşı hamısına Beko yazmayıblar, bütün texnologiyalar. Jelibon. Abur cubur. Hə. Abur cubur. Belə bir mövzum var. Ya Allah. İzninizlə mən mövzunu səsləndireyim. Hə, mövzu deyəndə o gün bir yuxu görmüşdüm, onu istəyirəm danışım. Hay Allah. Aha, yenə maraqsız. Yuxuda deməli full rusca bir yuxudur. Boy. Hə, rusca bir yuxu görürəm. Rusca yuxu Hə, necə olur? və çox maraqlı yuxudur. Rəngarəng, hadisələr, zadlar, baxıram ki, ayda personajlar belə Basmatrizmit sana. 1920-ci illərə zada aid bir dünyanın Yəni, içindəyəm nəsə və kinoya zada full baxmısan ruscadır hər şey. Yox, kinoya zada da baxmıram neçə vaxt ki, oradan qalsın. Arşavım var idi bəs. Və gedirəm, Mamed adında bir nəfər var, şeydən Twitterdan tanıdığım. Gedirəm ona deyirəm ki, o da rus O da dili rus. bilir. O da yuxudaydı. Gedirəm ona deyirəm ki, Mamed nə danışırlar bunlar? Ürəyim partlayır səhərdən. Gəlir ki, ya Niznayan nəsə belə bir şey eləyir, rusca başlayır cavab verməyə və bütün yuxunu başa düşmürəm. Çox zor yuxudur, amma heç nə başa düşmədim. Biz də başa düşmədik. Heç Belə nə bir başa düşmürəm. yuxu Məncə gördüm. zordur. Amma zordur. Yuxu görsən başa düşmürsən nə danışır. Çox qəribədir. Öz yuxumu başa düşmədim. Biz danışmışdıq axı, heç kimin yoxsa heç kimin maraqlı deyil. Yəni bizi səhv çıxardan İsrarla hələ də yuxu danışır. Bu arada yuxu qədər maraqsız bir şey daha tapmışam. Nəsə bir nəqliyyat hadisəsi olur. Məsələn, talih gələndə vurub maşını. Və başlayır bunu danışmağa. Deməli nə bilim, Babəklə gəlirəm. ən dəlilən şey O qədər maraqsız gəlir mənə bu hekayələr. Bəzi, avariya hissəsi okeydir. Amma gəlir də ki, Babəklə gəlirəm. Orada şey var, bir dənə nə most. Yəni məndən maraqlı olan hissəsi sadəcə o maşını vurmağındır. Deyirsən ki, bilmirəm. Ölümitim var, yoxdur, Şey zor. mostu yoxdur, oradan sağa döndü. Bu birinci maraqsız hissədir. Bax, birinci maraqsız hissə budur. Sən dirəşir ki, sən oranı bilməlisən. İkinci maraqsız hissə hadisəni danışır. Elə bir ki, mən gedirəm, sağımı Get bu qayya danış. Mənə nə danışırsan? Get sığortaya da puluvu versin. Yox, sənə danışaraq şey eləyir də. Haqlılıq payı. Bilmirəm ki, Talih süni gülür, yoxsa aktyordur deyə. Zor gülür. Qoca kimi gülür özdə. Bir yaşını başına almış gülüşdür. Doğrudan. Yeri də tanımayanda lap pislandır. Falan sən belə şeysən. Orada mebel də var, falan. Bilmirəm də hara. Bir yerdən sonra deyirsən ki, hə, mən elə eləyirəm. Yox, mən belə eləyirəm. Taktika tapmışam. Deyirəm yox, bilmirəm. Deyir o şey də bu. Hə. Sonra getdi söhbət. Sonra Mən də eləyirəm. yadıma düşdü. Sonra söhbət yenə maraqsızlaşır da. İndi nəyəm? Məndə Elə var. nəqliyyat hadisəsi açılmışkən mən bir dənə təklifim var. Məncə artıq ambulans sözü, ambulans maşınlarının üstündəki Tərs ambulans olmasın, yazısı artıq bəsdir.
artıq düz yazılmalıdır. Bildin necə? Onsuz məsələn o mən güzgüdən baxanda onu tərs oxuyacağam zat. Ağ miqalkalı başqa nə ola bilər? Ay sağ. Miqalkalı olan hər şeyə yol verəcəm. Narahat olma. Hətta ambulans yazılmasın. Məncə artıq hamı bilir ki, bu ambulans. Sirena da var da. Yəni niyə yolu nə yazıb orada? Heç nə yazmır. Hə, sür. Yəni belə Tərs yazaq ki, oxuya bilsinlər. Hə, yəni miqalkalı yandır, arxadan 2 dənə marqat elə. Xahiş edirəm nəzərə alınsın bu da. Amma dostlar, ambulansa yol verirlər, amma yan söndürənə yol vermirlər. Vermirlər? Yox, bəs nə var baxıram belə zarıyır o. Heç kim buraxmır ki, yanda axı. Fövqəladə idi hansıydı? O qırmızı zota keçəndə cərimə yazılır ona. Məncə ambulanslara da yazılır. Sonra Hə, yəni onlardan birinə şeydir, yəni onların qırmızı zada keçmək mənfidir onlara. Şeydir, Rusiyada belə bir şey vardı. Ambulans taksilər. Nə? Ambulans taksilər. Taksi çağırırsan, probkadır. Probkana rahat keçə bilmək üçün maşının da olsa keçəmirsən də, hə, ambulans çöldən içəriyə girirsən, əməlli başlı viskili şeydir də, yəni premiumda yəni. Qəşəng biznes ideyadır. Bəlkə gələn dəfə bura yatırım. 100 ambulansla basım getsin. Amma çox sui-istifadə edilə biləcək bir şeydir. Ən pis sən nədir üzr istəyirəm. Buraxırlar, və okey. Sonra düşürlər dalınca. Bu çox biclikdir. Yəni, hə, burax, qoy getsin də, bu da verir onun dalınca, o da verir onun dalınca. Yaxşılığını kartec olurlar. Hə, yaxşılığını monetizasiya edir. Elə xəstəxanaya gedirlər. Yaxşılığını monetizasiya edir ki, mən yol verdim, qoy səndən istifadə edeyim kimi olur. O bir dənə xoşuma gəlmir mənim. Ya zordur, mən ləzzət eləyir. Belə hamısı belə gedir. Mən hələ də bu arada, məsələn, bir də görürsən ki, Almaniyadan görüntü göstərirlər ki, məsələn, ambulans keçir, eli boyda, sirenali maşın keçir. Hələ də bunu göstərib, utanın deyə verirlər mesajı. Sıraz qırağa verirlər özə necəsə, hamısı startda gözləyir. Azərbaycanda məsələn, maşının içində, taksinin içində da olanda görmüşəm ki, şeydir. Hara verim bunu? Bilirsən necə? Yoxdur deyə. Ambulans da baxır ki, doğrudan hara girim mən? Miqatlayıram burada. Nə? No bir. Mənə. Yaxşı, onda bir dənə də mövzu deyim tez. Sərçələr. Sərçələr çox mənasız quşdular. Bunların hekayələrdə bunların adına maraqlı bir şey tapmayıb, ən sonunda da sərçələr də qışda bizi tərk eləmir kimi bir şey yapışdırıblar üstlərinə. Hə. Və deyirlər ki, buna görə sən sərçəni çox istəyirsən. O 100% hansısa işi alım, uça bilmir deyə burada qalır. Bildin necə? Şey deyim, keçən dəfə İçəri şəhərdə idim. Belə yatmışam, ayılıram da. Sərçələrin qəşəng səsi gəldi. Hə, dedim mən Nazor bəy, elə ki kənddəyəm də. Nəsə, durdum, açdım pəncərə, baxıram ki, nədir? Nədir? Bax siz nəyə xidmət edirsiniz? Heç nə. Özəlliyi zadı yoxdur, yəni. Nə qarğa var, qarğa. Nə kababı olacaq? Yox qardaş, qarğaya keçmə, nə olar, xahiş edirəm. Sərçələrdə qalaq. Niyə? Çünki heç nə eləmirlər bunlar. Nə kababı var? Səs-küy salırlar. Kababı bilsən nə zor. Doğrudan. Onu mən yeməmişəm. Yeyib. Onu bəzi yemişəm. Sərçə yeməmişəm. Bəzən hər şey yeyib məncə. Heç ləzzət eləmədi onlar. Nağıllarda da görməmişəm. Heç bir hekayədə. Yox, mən bir dəfə nağıllarda elə gördüm yəni. Sərçələri sevirəm. Sərçələr səs olaraq da qəşəng səs çıxarırlar, görüntü olaraq da qəşəngdirlər və həqiqətən də qışda bizi tərk eləmirlər. Nəyim? Qışda çünki biri var ki, çıxırsan çölə ki, heç nə yoxdur. Amma tərk eləmir, bir işvə yaramır da, yəni, nə bilim. İşvə yaramır deyəndə nə etməlidir? Gəlib sənin qabağında rəqs eləməlidir. Yaşayır da. Zor olar. Qışda. Tək yox özdə, flashmob balında. Özü qarda boranda gəlsin, pəncərədə oynasın. Hoppa Gangnam Style, hoppa. Özdə yerdə tutmur, balaca boyda quşsa da uçurlar özləri. Amma o gün şey gördüm, Elgiz verilişdə Reski qayıtdı dedi ki, hə siz atmışdınız deyəsən, qaranquşlar hanı? Belə bir sual verir. Həqiqətən də qaranquşlar hanı Allah? Mən əvvəl çox görürdüm qaranquş. Qaranquşa məsəl üçün çox abartılırdı qaranquş. Şeir zad yazdırdı. Mən son 10 illik qaranquşları müşahidə edirəm ki, hə, yayda gəlir, nə bilim, nəsə olur da. Yazın gəlir. Qaranquşlara baxıram ki, çox da bir şey deyil. Uşaq vaxtı rəsm dərsində qaranquş çəkdirirdilər bizə V hərfi kimi, nə bilim, ədəbiyyatda. Qaranquşdan heç qozuna da deyildi. Onlar elə uçurdular. Bilirsən necə atıram da. Prosta ki, vaxt olaraq gəlirdi, yaza denk gəlirdi. Flamingoya şeirlər yazılsa, deyərəm ki, flamingo vidi fasonu, rəngi, bir ayaq üstünə durur zat. Niyə yazılmayıb bu arada? Niyə Amma flamingo deyəndə mən ay uca flamingo, ay gözəl flamingo. Ay tək ayağı üstündə. Gəzən ay flamingo. Bütün gücü tək ayağına düşən ay gözəl flamingo. Çəhrayı da rəngim var. Ay gözəl flamingo. Gözəl rəngim var.
Gözəl. Qaranquşlara baxıram ki, həqiqətən qara rəngdə bir quş dəstəsidir. Şəkildə də bir şey Gəlirlər, oxşamır. Sadəcə eləyə bildikləri xoreografik formada o da köç vaxtı. Gələndə və gedəndə. Rənglidir biraz məsələn. Flamingo. Amma sərsən, yəni sərçəyə hörmət eləyib qaranquşa hörmət eləməməyin. Qaranquşa eləyirəm, amma qaranquşun bu qədər sərçə tozdur. şişirdilməyi mənə əsəbimi korladır ki, yəni niyə bu qədər şişirdirsiniz? Annem bir dəfə Niyə bütün oxu kitabı qaranquşuydu? Tutmuşam, şey oldu. Niyə? Bu arada mən Kəsəcəyəm. flamingo deyəndə ağlıma Azər axşam gəlir. Bilmirəm niyə. Çünki böyük ehtimal ki, hansısa restoranın reklamında elə Yes, flamingo. yes, Deyəsən Azər axşam var idi. Ağlıma o gəlir. Şadlıq saraydı. Necə Flamingolar restoran? şadlıq Azərbaycanda saraydı. Azərbaycanın yad olan şeylər Azərbaycana girəndə restoran adalar avtomatik. Flamingonun bəs şeyi nə olub görəsən? Sloqanı. Çünki o vaxt bizdə bütün restoranların bir sloqanı var idi. Yeganə qalma biganə. Flamingo Xəmsə. Go, go, go. toydan Okay, let's go. Let's go. toydan sonra bingo. Nə bilim. Evet, Talih İzbəyevdə bir dənə reklam tez. Yerindəcə. Vəbşim ləzzət elədi. Sərçələri geydirdik. Amma Sərçələri qarğalarla tam bağlı qeydirmə. deyirdin, qarğalar yaman gözəl quşdur. Bu qarğa 300 il yaşayır zarafatsız. Məncə bu barədə danışmışdıq Danışmışıq. biz ilk başlarda. Müdrik də amma. Yox təbii Yox, ki. müdrik mən geydirmişdim. Mən geydirmişdim. Amma Heç mən də müdrik yadımdan quşa çıxır. oxşamır aşırı. Ya ağıllıdır, çox Ya, ağıllı. müdrik deyil amma ağıllıdır. Yəni Düzdür. mənə elə gəlir ki, qartaldan daha ağıllıdır. Qarğa. Hə. Qartaldan daha ağıllıdır, qartal prosta daha qorxuludur da, yəni. Amma klubların, sonra nə bilim bu tutaq ki, dövlətlərin fağır heyvanları simvol eləməməyi mənə. Bu barədə danışmışıq. Təcil mövzu dəyişilsin. Onda yaxşı. Bir dənə bir şey deyəcəm prosta. Qartalın nəyə ləzzət eləyir mənə? Bir qanadı yaralanıb. Qartal xüsusi şey eləyir. Məsələn, Paltar ovunu sifariş götürür, qaldırır yuxarı, buraxır bir dənə də atdan yapışır, götürür, o ləzzət eləyir, mırtdaşırsan o ilə ki, o havadadır. Heç nə eləyəsi deyil. Hoppa! Çox qəşəng mırtdaşır. Yepa! Qartalın şeyinə qaşınmır. Karusel eləyir. Konkret mırtdaşır Hə o dostlar, ilə. qəşəng bir mövzum var. Düz bu mayda açmaq istəyirəm amma açıram. Məzun günü. Məktəblərdə. Məktəblərdə. Kaş yadıma düşərdi, sənə deyərdim ki, o sarısqanı gətirərdi. Görək üstündə nə yazılıb. Mənim. Hə. Onda onu elə gətirərik də. Yaxşı, Gətirərik onda onu Onda bağla. Getdim. Şey, istirahətə gedəndə, Yaman atılır ha mövzular. istirahətə şəhər-şəhər. gedəndə passiv istirahət eləyənlər, bir də gəzən insanlar. Sən ümumiyyətlə necə gəzənsən? Yəni gedib hardasa passiv istirahət eləməyi xoşlayırsan yoxsa oraları kəşf eləməyimi? Amma səmimi. Yaxşı, yaxşı. Konuş artıq. Ayca. Qoyayım. Can. Can. Zor. Nə olub hayvsa? Can. Ya mən aktiv xoşlayıram. Passiv çünki 3 gün yaxşıdır. 3 gün hə yedin, içdin, uzandın. Sonra mənasız olur, dadsız olur hər şey. Amma gəzib təzə şey görəndə həm təzə Ssenarilər yazırsan. Onda sən bir həftəlik tətil üzərindən danışdın. Çünki sən vaxt da verməli Hə, idin. bir həftəlik götürməyək. 1, maksimum 2. Və harda? Bir gecə 2 Tutaq gün. ki, getdin rayona İsmailliyə. Hə, onda işte ya malçımız var. İsmaildə bir günə görəsən. Ümumiyyətlə Azərbaycanda belə pis çıxmasın. Görüləsə belə maraq. Şəlalə adı ilə aparırlar, kimsə ikinci mərtəbədən eşik edir. Düz. Şəlalə mən də sevmirəm. Hə, şəlalədən, hə. Ola bir dənə çıxaq şəlalə. Mənə ən pis Çıxırsan ki, eləyən dənə şey. Diva ilə zadla da qaldırırlar özə. Yəni o pisdir. Yəni. Çayın yatağı var bu boyda. Ha, o da. Ağappaq çay daşlardan. Ortasında deyə çay. Hanı çay? Adı da zor olur. Ceyran keçməz. Dəli basar keçər. Hara gedir? Heç nə də yoxdur. Ceyran elə keçər orada. Durun niyə çaylarımız yoxdur bizim? O çaylar amma. Gedir Gürcüstana çünki bizim çaylar. Gürcülər qurudurlar. Gürcülər bizim yeyir çayları. orada elə üstündə. Nəzələr sür. Aa, Tiflisdə Yəni bir o çayımız. vaxtı qapılarımızı uğrayıblar, indi çaylarımızı Tiflisə buraxmırlar ki, getmisən? gəlsin. Ha. Orada kürü görmüsən də Kür necə? sayını görəndə səndə nəsə bir şey oyanıb orada ki, bu nə edir ha burada? Bizim Bu neydi lan bu? Bizim çaydır da Valla mən bu. Naxçıvanda Arazı görürəm. Araz ondan da böyükdür deyə. Elə kür mənə o qədər belə. Araz təsir xoşuma edir. gəlir bəs. Möhtəşəmdir. Ya Araz baxanda çay görürsən ki, yəni Bir şey axır. iki ölkəni ayırır. O şəkildəki və çox- şeydir də, Hə, yəni. Amma belə gedirsən bəzi rayonlara dediyin ceyran keçməz, nə bilim nə basmaz. Belə baxsan pis. Səsi də gəlir. Saravacı pıs. Körpünün altından da keçir, utanma. Hə, yəni bunu yer də ayırıblar ki, yer də ayırıblar buradan Hə, keçərsən. yəni ver maşınla mən keçərəm oradan. Bir Problem də deyil. Naxçıvan çayı, Naxçıvan çayı orada da balacadır. Yəni çaya burdandır. Oturub çimirsən. Xərc çəkib o qədər də körpü salıblar. Vallahi yəni. üstündən. Məncə Azərbaycanda çay məsələsinə baxılsın dövlət səviyyəsində. Qaytarsınlar. Amma neynəsinlər? Çay mənbələrindən su fışqırtsınlar. Yəni ki, onda çay o gəlsin. körpünü yıxsınlar, ayıbdır. Hə.
Ya da ki adını dəyişdirsinlər, eləsinlər ki. Ceyran keçər. Ceyran keçdi. Ceyran istəsə keçər. Daha məntiqlidir. Всё. Gələn. Ne istirahət teması. Aha. Elə bil ki, Deyir, məsələn, yatıram, buradan dururuq səndən. Gedirik, məsələn, İsmailiyə. Qaxa, okey. Qaxa getdik, 8 saat yolumuz, vaxtımız yetdi də. 8 saat deyil axı, 5 saat. 5 saat vaxtımız yetdi, yaxşı. 5 saat vaxtımız yetdi. Azərbaycan 8 saat deyil. 5 saat vaxtımız yetdi. Getdik ora, ev danışmışıq, ət aldıq, kebab çəkdik, yedik, yatdıq, səhər durduq, çıxdıq, gəldik. Bu sənə səncə bu Ervik oldu. Pıstık. bunu məsələn Novxanada hansısa bağ tutub eləmək daha şey deyil. Yəni o 10 saatlıq yol yorğunluğuna dəyir. Məncə orada ləzzət prosesdədir. Getdin, yolun qırağında saxladın, bir çay içdin, belə. Yenə bəzən haqqında. Çünki eyni adam söhbət deyil. Siz yenə romantikləşmisiniz. Talih desin, sonra biz öz tərəfimizdən müdafiə edirik. Bəzi nə eyni düşüncədəsiniz. Yanılmır heç nə. Və əsas orada bir gün onsuz da azdır məncə. 1-2 gün qalırsan, amma valla Azərbaycan kənd rayonlarında, şəhərlərində heç bir əyləncə yoxdur. Yeməkdən başqa bizim millətin heç bir əyləncə. Getdin, yedin. Hə. Çıxım hara gəzim? Hə, çıxırsan şəhər axşam oldu, hamı evinə gedibdi. Yəni bir dənə Lənkəranda, Gəncədə nisbətən həyat var. Mən bu filmlə də bağlı, mən sonra maşınla da bağlı bir sıra reklam şeylə bütün rayonları gəzdim. O gedirsən, hə, getdik, yedik, kabab, bomba, xoş gəlmisən. Hə, yedik, oturduq. Hə, nə edək? Gedik orada çay içək. Yaxşı, getdik çay içdik, nə edək? Gedik orada nə bilim, ürəyiniz istəyirsə Bir dənə də çay içək. bir dənə də çay içək. Oranın çayında nə bilim xüsusi. Yəni heç nə yox. Falan yerdə bir dənə kebab verirlər, yaman olur. Olur O tərzdə həmişə. şeylər olur. Çıxaq, orada var, hündürdə bir dənə ət belə əşən. Elə ilanı sudan tutub bişirirlər. Gedirsən, əti belə şapalaq. Nə bilim, qəbələ, nə idi? Oğuz steyki. Bir dənə elə yeri var, Sadıqın yeri. Hə, Necla steyki də Ha, vardı. belə. Necla kimdir? Heç nə baş steyki. verir. Baş verir, nə deyək belə. Hə, sən. Ali Rıza. Təzə də şey çıxıb tuşonka. Falan yerin bomba tuşonkası var. Yəni ki, bu ikisi deyirik, ki, biz tətilə getdiksə rayona, Gəzək. Gəzək. mütləq biz haransa çıxıb kəşf eləməliyik ki, indiyə kimi oralar Qaxda hara? kəşf olunmuyor. Məsələn, Qaxda atıram. Basar keçər. Basar keçər kilsəsi, Alban kilsəsi qədim, nə bilim, gedib oranı prosta görmək tutalım ki. İstəmirsən? Görmüşəm, mən gedib görmüşəm. Görmüsən deyə. Aha. Amma görməmisən. Düşün ki, ilk dəfə ora gedirsən. Hə, başa düşdüm sizə nə demək istəyirsiniz. Hə, indi çatdı. Yəni məncə bir rayona gedirsənsə, onun yaxşı yerdə. Mən onun Yəni bir tərəfdarıyam. mədəni olaraq da qidalanmalısan da, təkcə kebab yeməli deyilsən ki. Kebab onsuz da dadsız bir yeməkdir məncə. Mənlə necə ortaqdır, amma ortaq da deyil. Amma şeydir. Deyirsən nə gedək? Bir dəfə dedim şey hardaydı? Yevlax idi. Hardaydı? Yevlax idi. Dedim buranı bir görməli yerə. Getdi icra hakimiyyətinin zatını göstərdi. Həmən Yevlaxda Fərid, baxır. sizi zarafatsanız icra hakimiyyətinə Səhv apara location bilərsiniz. da, səhv location. Yoxdur, mən Yevlaxdayam, gəlmişəm. Hə, kino gedir. Məndə vaxtım var. Mən də o kinoya milyon dəfə baxmışam. Yevlaxda mən də elə oturaram. Hə, Yevlaxda dedim yox mən hansısa. özü istəyirdi. Mən çıxardım buranın bir şəhəri göstərim. Bura icra hakimiyyəti, bura polis idarəsidir. Bura da park. Muzey Yo, mərkəzi. yo, ora ilə bağlı heç bir şey demirəm. Amma Özdə muzeylər də pisdir. Valla bizim muzeylərə girirsən, əllə düzəlmiş şey ki, bu eramızda. Baxırsan ki, bunu təzə düzəldiblər. Ana pis geydirməyə başlayıb. Ancaq geydirir. Dayan. Yanırmış ki. Bu silahsa tarixi muzeylərdən zəhləm gedir. Niyə? Çünki gedirsən gəzirsən tarixi, sonra bir yerdən sonra görsən ki, ancaq silahdır. Silahdır. Mən bir də əsəbləşdirən nədir? Dünyanın harasını gəzirsənsə gəz. Eyni silahdır, eyni xəncər, 12-ci eyni tüfəng. əsrdə. Hə də hamı da o vaxt eyni olur. Atərlə Bu niyə- arada həyəcanlanırsan ki, şeydə nə bilim Çindən gələn bir silah. Orada görsən də, deyirsən görən nə var? Bıçaq Hə, vermiş. bir dənə qulpu fərqlidir. Hə, Yenə üstündə nizə. heç olmasa Çincə nəsə bir yazı olsun hə. da, bilirsən, o da yoxdur. Temo. Tem loqosu olsun heç olmasa. Ya muzeylər maraqsızdır uşaqlar. Yəni Getməyin. Yox, gedin, amma yəni valla mən gəzdiyim, mən istirahəti o formada kebabda yemişəm. Belə gəzmişəm də. Bizi aparın muzeyə. Getmişəm valla bir müddət sonra baxırsan ki, Allah haqqı bundan çoxsu yalancıdır deyəsən. Elə kebab bir dənə də olsaydı yeyərdim. Bir dənə daş qoyublar ki, nəsə prosta yerdən daş tapıblar. Heç bir baxırsan heç bir yazısı yoxdur, nədir, nə ilə daş. Eramızdan 4-cü əsrə aid daş. Zarfas keçir. Bu daşın üstündə önəmi ilkin ibtidai insan oturub nəsə eləyibdi. Yəni belə Kebab yeyib. biraz da məncə o şeylərə daha yaxşı yatırım olunsa. Bəs Avropada olsa bu, sən Avropa- gəlib gəzərsən. Amma bu Avropada iki olsa gəzirəm. eşək, bu iki Orada da eşək gəzmirlər. gəzməzlər. İstanbul qeyzinin zəhmət olmasa,
Hamı sakit dursun Fərd. İstanbul məsələsinin Talihə danışdı. Yox, burada haqqlıdır bir tərəfdən. Niyə deyim? Çünki bu davamlı olaraq mən də bir yerdən sonra bezirdim. Qonaqlar gəlir, mən 5 ildir orada yaşayıram da. Hər dəfə hamısından gəzirsən. Yox, onu Dolma demirəm. Bakı. Bəzi İstanbulda qəşəngcə gəzib, siz Məncə olan yox. vaxtı. Məncə yox. Məncə Kadıköyün içində fırlanıb çıxıb. Yox, heç o elə Məncə deyil. bunca mən. Nə bunca? Sən Bunca neynəmsən? deyəndə ki, bəzi gözümüzün qabağında gəldin. Biz getdik ca kebabına, oradan getdik Nadir Güllüoğlu. Yox, amma Oradan getdik kuru tükədib də, fasulyəyə. tükədib bir Всё. canına. Nəyim ya? Mən 8 il orada yaşamışam. Məzələnirsən sən? Fransaya getsə, səncə bir dənə tipinə bax. Topkapı sarayına girmisən? 10 dəfə girmişəm. Qardaş. Bəs Dolmabahçeyə Yanlış girsən. yerdən. Bir dənə ora sağ girməmişəm. Görürsən, Dolmabahçe. Bir dənə ora çatdıra Dolmabahçe. bilmədim. Amma bir dənə sənə haqq da verirəm. Mənim sizə haqq vermədiyim hissə bilirsiniz hansıdır? Rayona gedəndə məsələn getdik İsmayıllıya. Siz istəyirsiniz ki, məsələn getdik evi tutduq, girdik. Getdik Siz macəraya. o tutduğumuz evdən çox aralanmaq istəyirsiniz. Siz istəyirsiniz maşına minib harasa gedəsiniz. Bəzi- İsmail, mən adı- deyirəm ki, Hə. mən xoşlayıram gəzməyi. Əlbəttə xoşlayıram. İsmaildə evi tutduqsa, Aha. çıxaq nə bilim meşə ilə harasa gedək, gəzək, onları eləyək, Yox, bildiniz? dayan. Amma maşına minib təzədən Oğuza getmək. Mən təzədən maşına minmək istəmirəm. Ay fərqi yoxdur mən. Maşın da olsun, piyada da olsun. Gedək Piyada görək olar, də. piyada olar. Yoxdur axı, ətrafda ancaq şeydir. Microsoftun şeyi var. Demək ki, küsüyorum. Demək ki, otur ayağını qırmalısan, oturmalısan Onda orada. mən niyə İsmayıl'a Onda nə gəlmişəm? mənası var 10 saat yol getməyin? Ha, mədəniyyət aşıqları, davay. Mövzunu dəyişin. Kameralar indi atacaq, neçə dəqiqədə çəkir, yoxsa yox? Neçə dəqiqədə çəkirik? Yox, onun müəyyən bir limiti var axı. Yox, təzə kameralar yox. Sən hansı? Baba ortadakı 100% ata bilər. Sən Allah onu bas. Vurmuşam. Səsdən qorxurlar özü. Verilişimizin baş böyük səsi pox olub gedir. 15 dəqiqə söhbəti qardaşımız 15 üzrə yox, səsə cavabdeh olan Bəyazi. Məsələn, Süzmüşük axı, süzdü axı. Ha, bu onda mənə Qaqaş sizin- işdi. Ala. Ya problem deyil. Gəl bundan götürərsən ikimiz sərik. Onsuz da mikrofonda da ayrı seçkilik, çayda da. Arada nəsə deyil başa düşmür hə. Vallahi. Ver ondan deyim ondan. Özdə mən nə o danışıb, o mənlə kontaktda çıxır. Verilişimizin baş sponsoru Soda, sodalarıdır. Soda yeyinti üçün. Talih bəs ləhcə zarafatı haqqında nə düşünürsən? Çox pis. Tamam. Əslində ləhcə zarafatı deyəndə nəyi nəzərdə tutursan? Oy, mensur. Oy, sen niyə? Var elə xanazad. Mən çox normal baxıram açıq ona. Niyə normal baxıram? Yəni Baxla bir belə personaj, bir personaj əgər bölgə insanını təmsil edirsə, o elə danışa bilər. Bildim. Amma bütün oyunu, bütün zarafatını, Vay mensur. gücü ancaq ləhcəyə verib eləmək. Tamamilə %100 ləhcə üzərinə qurulu bir. O materialdan asılıdır. Ssenari zəifdir. Ssenari yaxşıdırsa, necə danışmaqdan asılı, fərqi yoxdur. Ssenari pisdirsə, lap pisdir, lap nə bilim, natik belə. Ritim qrupu. Yox, ASTV-nin aparıcısı kimi, xəbər aparıcısı kimi danışsa da gülməli. Əgər Amma material gülməlisə, aslında natik də elə. natik yəni o Natik sözün şey qardaş, mənasında. O bilər spikerdir, ondan natik. Yəni sırf obraza xidmət. Çünki biz Azərbaycanda görürük, türklər də eyni şeydən istifadə edir, ruslar da istifadə edir, ingilislər də istifadə edir. Orada Ruslarda Wales nəsə var. ləhcəsi, Scottish ləhcə ilə mırtdaşırlar və onun üstündə yumor qururlar. Ruslardan mən heç indiyə Boğumu qıldıyırlar və s. Mən indiyə kimi heç rus ləhcəsi. Ha, yox. Məsələn sən bilirsən. Bilmirsən axı. Gör bilirsən. Biz dili Mən bilmədiyimiz yəni üçün. tam belə bilmirəm bu hansı regionun ləhcəsidir. Yox, Amma ümumi işte məsələn tutalım ki də normal rusca və bir dənə ləhcə hə rusca. var. Qopnik yansıdaya ruscası var. bilərsən. Yox, mən rus dili daşıyıcısı deyiləm yəni. Daşıyıcı. Elə Elə bir virus zatdır. Amma bəs dur dərsə gedir. Bu dillik da. Saat 9-a bu dillik qurana bax. Bahar oldu. Dərsə gedirəm. Bu nə ayardır ki? Bilmirəm. Mən daha çox Hə, bir dənə bir şey deyim. Fərqi yoxdur Azərbaycanlı, türk, rus. Hamısı Bütün qardaşdır. ləhcələrdən zəhər. Bunu biraz da sən taxta. Yəni nə mənada? Şey olaraq Papaqdır. bəzinin sözü olmasında gücü ona verirlər və gülməli deyil. Bəlkə də ssenari güclü də ola bilər. Amma tutaq ki, türklərin kinolarında zadlar düşünürəm. Elə oli, orada da hər bu. Orada da Gülməli var deyil. da. Gülməli deyil. Valla bilmirəm. O yəni yumor elə bir şeydir ki, o birinci zövqə şeydir və bizim millətdə niyəsə yumora bir şey də gücüblər, düşündürücü yumor kimi. zəhləmir. Əslində yumorun elə bir Əlixan elədi bu. Bunun hamısını Əlixan elədi. Xan elədi hamısı. Mənim üstümə atırdılar bir ara. Siz mənim üzünüz gəlir mənə demək Əlixan üstünə atırsınız. Əslində yumorun bir dənə məqsədi, formulası belədir. İnsanı güldürən, gülümsədən və əhvalını açan şey yumor deyil. Güldürən və düşündürən. Düşündürən yoxdur. Elə bir öhdəliyi yoxdur yumorun. Bunu aktyorluq
bakterioloğa başlayanda əzbərlətmişdilər sənə. Müəllim deyir ki, dur ayağa yumorun tərifini de gör. 100 bey yox. İnsanı düşündürən Elə dedin amma. Tərif əzbərləmə var idi axı bizdə. Nasıl götürən reklamı məni daha çox qıcıqlandıran əks tərəfdir. O belə cəmaatın cıya olan şeyi ki, belə danışmaq olmaz. Belə niyə? İnsanın əgər sənin vətəndaşının, nə bilim, ölkə əhalinin neçə faizi c deyirsə, bu demək, bu səs var. Ay sağ ol. Hərf olmaya bilər, qardaşlar. C-dir, hə. Yəni gedin hərf məsələsini həll eləyin. Tələb eləyin ki, xahiş edirik C-nin ki, üstünə 33 dənə hərf olsun. Nəsə qoyun. 34 dənə səs olsun. Ümumiyyətlə hərflə səsin fərqi var da. Bəzi hərflər 2 dənədir. Ç. Bir hərfdir, 2 səsdir. Bu c də onun kimidir də. C var, c var. C. Can. Can. Sənə buna bax. Hə. Onu ki belə sən səhv danışırsan demək olmaz. Onda belə çıxır ki, Naxçıvan səhv danışır. Bağlayaq oranı. Nə bilim, Şəki səhv danışır. Bəlkə Naxçıvan buna görə muxtar respublikadır. Ayrıblar. Ç deyirlər deyə, ç deyirlər deyə. Biz vəbşi belə deyirik. Bakılılar deyir də. Tam bacı, bunlar da deyir də. Çörək, gedə çörək ye. Çıdır da. Yəni buna qarşı belə bir hamının əlbəəl tutub ki, bəli, gəlin. Hamı televiziya xəbər aparıcısı deyir ki, Lüğətin onda səhvdir də. Lüğət yox idi, deyirəm, əlifbanı. Lüğət nədir? Əlixanın? Əlixan deyir Əlixan. Əlixan səhvdir burada. Əlixan səhv imiş. Onda əlifbanın səhvdir. Niyə əlifban? Qardaşım, əlifbanda sən 32 hərfin var. 32 hərfə uyğun səs neçə idi? 33 ya da 33 bir dənə orada. Xışdırıq zat belə şeylər də var. Yox, vaxtı şanqı da var idi. Nınqı. Qadan qalan. Onu yığışdırdılar. Sonra indi Turan əlifbası var. Orada təzədən gəlir. Orada deyib ki, qaytarım gedir. Yəni bu c-də çox güman ki, səslərin sayını artırmaq lazımdır. 32 hərf, 35 səs. Onda yəni vaxtında üstünə düşüb elə bu Turan əlifbasında bu məsələni həll eləsinlər. Məncə başlayaq məsələni burdan. İndi Turan əlifbasında C olsun. Alacam. C. Alacam deyənlər problem Alacam da. yaşamasınlar. Ceylo. nə? Ceylo. Hə, C-lo. Hə. Bir də C. Çörək. Mən bilən çörək verərsiniz də. C hərfində okey, alacamza deyəndə fərqli olur. C hərfi C hərfidir. Yəni ç-nı ç dedin ya da ç dedin. Nə fərqi var? Yox da yox. Səs səsdir də. Mən yəni. biraz əsəbləşənlərdənəm. Niyə? Yəni gəlir ki, çörək zad belə falan. Niyə? Yox. Demirəm şeydir, amma xoşuma gəlmir də. Qulağımı Niyə deşir. ay Tahir İmanov? Yox, deşir də. Deşir. Qulağımı deşir. Ay can, getdim cana, can. Nədir can? Bəsdir də. Düzəlt də, nə olar? Bu təkcə cıçı üçün deyil. Misal üçün danışsa ki, nə bilim, mən də getdim, səni zəng elədim, nə bilim, zəng. Onda da z var. Onda da z məni qulağım deşəcək. Burada c-nın şeyi yoxdur əslində. Gələcəm. Ha, şu da var, ola. Gələyəm, o vurmur, gələcəm, gedəcəm. O şey ləhcə tema. Yox, Yazdıracam. problem deyil. Elə də problem deyil. Yəni gələyəm, gələcəm, yəni problem deyil. Niyə problem? Çünki qulağı deşir. Yəni onu deyirəm də, b üçün də desə, papat, nə bilim, belə bir şey olsun, mən qulağımı Dostlar, deşirəm. Goranboyda ailə münaqişəsi olub, bilmirəm bu xəbəri gördünüz yoxsa yox, və qaynata gəlinə qumbara atıb. Gəlmə bildim. Mən gördüm onu. Bəlkə Təsəvvür etməyə çalışdım dayanmadan. Yəni nə demiş ola bilər və məsələn dartıb atıb. Səhnəni şey edirəm ki, Aha. görəsən davanın hansı sanında, belə Yox, yəni- yoxsa hardaydı? Yox, normal atışma olub orada. Bu görən o yəni. məsələn Counter-Strike-dəki qumbaradır, yoxsa Sovetə aid olan hansısa belə. Yox, qumbara hardaymış ki? Zadına dartıb atıb. Qumbara harda olub ki evdə? Otağında. Məsələn. Gedib götürüb gətirib Hə, qumbara. mən ümumiyyətlə Sənə demədim zaten. Mən ümumiyyətlə belə xəbərlər görmüşəm arada. Necə? Xəbərin qəhrəmanları gəlinlə qaynata olur. Mən burada qumbaradan daha çox Onlar necə dalaşıb? ay sağ ol, gəlinlə qaynata hansı münasibətdədirlər ki, bunlar bu qədər dalaşıblar və ən sonda Qaynana qumbara gəlin olar. Qar topu atardılar bir-birinə. Qaynana gəlinə qumbara. Qaynata bəy olar, qaynana bəy olar, qaynana gəlin olar, amma qaynata gəlin olmaz. Çünki onlar mehriban olur həmişə. Qızım zat, ağzıma dızım. Nə qız? Nə qızım ya? Ya da oğluna deyərsən ki, get ona bir qumbara. Bildin necə? Ana bazı qaynamır. Yox. Görəsən şey olub, məsələn, gəlin də əlində məsələn kalaş olub, onu yazmayıblar, yoxsa necə bir şeydir? Sis atıb o da. Ata da deyir ki, qaynat. Sis atma, oç. Ağardıcı zad. Qaynana ağardıcı atıb, qaynata da qumbara. Bəzən qaynata da o dəmir var, onu götürür.
Zor olardı ya. Bəy neyniyib? Ailəvi Counter Strike. Bəy neyniyib? Mən bəy maraqlıdır, bildin? Bu münaqişədə Bəzi bəy maraqlıdır. bəy də şeyi seçib də yeri, mention və yaxud da nə bilim. Bəy də deyib ki, mən keçirəm evə. mən Space-naz alacağam. Mən çölə çıxıram. Counter Strike temalardır bə. Oynamamısan. Yəni gəlin zəng edib ki, ərinə gəl. Atan üstümə qumbara atın. Yox. Ay! Mənsur. Ölüm itim olur. Yox, xəstəxanaya yerləşdirilib və Qumbaranı da ata bilməyib sən. Yaxın məsafədən Tarixdə işte qumbara atırsan gəlinə. Başı əlinə o keçib birinci görə. Məsələn, o qumbara olduğu gəlin fərqli bilirmiş də, gəlin bilirmiş. Tez yerə Görəsən, Ayaqlar verən. Ha, valla cəmaatın ailəsi. ərinə deyib ki, sən Luke-dan gəl. Yoxsa belə bir proses olub görən. Çox güman ki, qumbara elə olur yəni. Yəni dişi ilə zot. Belə Rembodur. Amma bir şey deyim. Gəlinə qumbara atan bir qaynata bizə nələr edir Bizə dostlar? heç Ona yaxşı görə ata bunu heç deyil, hə. müzakirə eləməyək məncə. Məncə Biraz adım dedik, Doğrudan məncə getməyək. Nəyə gələcək bura Camaatın bizə də ailəsi. qumbara atacaq. Tankla gələr bura. Amma bir dəfə yadınıza gəlirsə, mən xəbərlərə baxdım, mən məktəbdə oxuyurdum. Oğul atasını zorlamışdı. Nə? Oğul atasını zorlamışdı. Şoka düşdüm. Qumbara. Və əhvalatı danışmağa bax. Həyata. Burada atanı niyə zorlayasan? Gözdə necə olub əhvalat? Mən yadıma gəlir uşaq idim. Atası elə bir çimib çıxıb, xalatla. Ata deyirəm onu geyinmədi. Atan da canında nəsə var imiş. Oturub belə ayağını belə aşırdı ayağının üstünə. Atasının baldırı görsənib. Qaqaş da durasan. Qaqaş elə qaçıb sizə ki, ataca bura. Vallahi yəni zorlamışdı yəni. Belə bir xəbər var idi. O vaxt göstərirdi. Atası da şikayətçi idi ki. Rayonda olub bu yoxsa necə? Atası şikayət eləyib. Olub amma yəni belə bir şey olur. Amma məsələn ki, ön sevişmə zad da olur. Bunu eşitsəydim problem eləməzdim. Nəvəsi babasını zorlayıb olsaydı, buna inanardım ki, okey. Çünki nəvələrdə ümumiyyətlə babalara qarşı Zorlamışdı. zorlayırlar onsuz. Başına dırmaşırlar, lan bığınız adı dartırlar. Bilmədən zorlamış ola Və bunu bilər. eləyəndə məsələn 2 yaşları olmur da. Bir də görsən ki 7-8 yaşı var, hələ də eləyir bunu. Namaz qılıb təfizə vururlar. Sağ ol. Atana amma Zorlamayın, Yakışmadı. atalar zorlar. zorlanmasın. Dedi onu, ya. atalar zorlanmasın. Yenə ata, mama. ailədən çıxmadı. Oğullar ataları zorlamasın. Sonra növbəti xəbər dostlar, mayın 5-də Skype tamamilə Məzələnirsən. Bağlanır. Ay belə. Xəbər oxumur, yalandan bax. Nə vaxt? Vallahi yox. Nə var? Qeyd eləmirəm. Mayın 5-də. Bəzi, bəlkə mayın 5-i. Amma bu yaxınlarda sildim. 100% unutmusunuz səsini. Hə. Don din don don don. Don don. Ayda. Bəlkə şey eləyək. Skype-da Bu canlı. yaxınlarda sildim. Yaxşı. Mayın 4-ü zadı və Bu yaxınlarda sildin. Məsələn, sən saxlayırdın. Telefonda var imiş səndə. Mən Skype-ın çox çörəyin Mən yerini dedim, yəni Skype-ı- çox işlətdim mən Skype-ı. Mən Skype-dan faydalana bilmədim. Mən də. Yox, mən faydalandım. Mən artıq Siz ailə Skype-dan faydalana biləcək şeyə gəlib çatanda, Skype WhatsApp video zad var idi deyə. Siz onda Mirk zad görməmisiniz? Nə görməmişik? Mirk. Mirk nədir? Mirk basic dilində bir şeydir. Girirdin hər şeyi yazırdın. Sən ücret şey oldun, Macintosh Biz- 97 oldun Biz bir Ice dənə Cube. şeylərdə onu az istifadə elədim. Biz smile-ları yazırdıq. Nöqtə, sət, nöqtə, yes. smile Yox, çıxırdı. hə də, Roşka. Kod yazılmış. Yo, yo, görmüşəm onda, O görmüşəm. basic dili ilə kompüter istifadə edir. Sonra Adigo var idi. Acika. Adigo. Yox. Onu da bilmirəm. Sən səncə Onda bir dənə dəqiqə səncəsən qardaş. Mən 93-əm amma görmüşəm. 97. 99. 2001. Bu nədir? Hara? Oturmuşam 80 kimlərlə. Kimlər Hara yazmış? uşağı? Masazır, I love masazır. Masazır. Hara uşağı? Yasama. Pirşağı. Odigo. Azadlıq. Azad. Sedma. Ha, biz yaxınıq onda. Pasok. Adigo. Pirşağı da Odigo. yaxında da oradan bir çərəz binə. Hara yaxındır səndə? Oradan keçir sadəcə. Qalır hələ də görəsən. Games app gör. Valla bu versiyasını görmüşəm mən. Dünyanın hər yerində axtarırdım. Bəs şey rəngli Formation'dır. rəngli nick var idi orada, rəngli nick. Şəkil yox idi. Hə, rəngli nick yox idi. Tali, sən üjəyə konkret palı dağıtsan sən üjə. Bu nədir? Qarğa, sən şu qarğa Möhtəşəm oldun. idi o. Mənim adım orada Matrix 333 idi. Niyə orada qoymamışdım? Adigo istifadə edənlər rəydə plus atsın. Taliyə əd eləsin. Hədələsin. Bəs sən onda xəbər sevirəm səni. Biz bir qız şəklini alırdıq maillə. O açılana qədər otururduq, gözləyirdi, belə açırdıq. O qədər internet, yadıma gəldi. 39 kilobit idi saniyədə, nə idi? Yəni 10 dəqiqə gözləyirik ki, sifətini görək. O yavaş-yavaş aşağı gedir. Sifətin nəyirsən, Gələnə Kaş ki aşağıdan yuxarı qalxsın. Zaqurskalar pis idi, yuxarıdan aşağı gedir. Onda qızlar ya Ya da şəkli tərs şəkli atardı tərsinə qoyardılar, kompüteri tərsinə çevirərdin. ki tez görəsən.
Dostlar, bir dənə də xəbər var, daha doğrusu xəbər tipi. Xəbərçi. Örnək verirəm. İrandan Azərbaycana gətirilən 47400 kiloqram kartof yararsız çıxdığı üçün məhv edilib. Əsəbdən. Niyə gəlir? Bu proses necə olur? Çatanda Yararsız olduğu, yox, o qədər tonun necə yararsız olduğunu təyin edib. Yox, çatanda fikir verir, yəni buna. Açır, durur ki, ay belə, bu nədir? İran neynədir, nə İran? Ümumiyyətlə adətən belə şeylər. Amma pomidor yumurta Məsələn, zor gedir. Türkiyə Yunanistanla nəsə problem yaşayır. Amma getdilər. Məsələn, Türkiyədən Yunanistana gedən pomidorda Ay sağ ol. nə bilim nə virusu aşkarlanır, hamısı qalır Türkiyənin Belə bil boynunda. ki, acıqlarını meyvə tərəvəzdən pomidordan çıxırlar. Ən çıxırlar. çox bunu pomidorda görürəm. Məsələn, Məsələn, elə bil Azərbaycandan gedən pomidor Rusiyada nəsə çıxıbdı. Gözlədirlər. Belə bilirəm ki, Putin deyir ki, başım pomidorları əzin. Əzin qaytarın dala, pulunu da verməyin. Hə. Ay yox, sərhəddə saxlayırlar. Pomidor da, təsəvvür pomidorsan və sərhəddəsən. Yəni nə qayıda bilirsən, nə keçə Və bilirsən. siyasi vəziyyətə görə hər an əzilə bilərsən. Məhv edilə bilərsən. Hansısa finalda əziləsən yenə də, amma gözləyirsən ki, bəlkə. Bəs o zərərli pomidorlardan heç cürə yararlanmaq olmur. Məncə yararlanırlar. Xatırlam da nə bilim. Heç olmasa pomidor yumurta olar yəni. 100% tomata zada basırlar onu. Məsələn, yəni Putin deyir ki, zad eləmirlər. hazırlayın göndərin Özbəkistana zad. Oradan bir 4 kilo gətir evə kremlə. 100% Götürəcəm göndərirlər. Qapıdan götürəcəm. İrana sanksiya zad var, İrana göndərirlər ki, alın tomat yeyərsiniz. Göndər Zelenski. Ay xoy. Ver Zelenski yesin. Yaş onda yox şey ölürük deyə şey də eləməyək. Bu bölümün adı şey, kafe necə açılmır. Çox qəribə bölüm oldu. Hə. Bilinmədi nə elədik. Hə, bilinmədi nə elədik. Davaz bilinmədi. Mövzular heç mövzu üzrə getmədi. Mövzu üzrə getmədi. Hə, söhbət janrında oldu. Yo, əksinə belə Əlaydı, daha əlaydı. dəliz oldu. Daha dəliz oldu. Əlaydı. Qoca qurd. Zarfaz bölümün adı olsun da qoca qurd. Filmindən danış gərək, filmindən danış. Nə filmdir o elə, nə Bir dənə kinosu. CGI var, bir dənə qarlı CGI var. Ləzzət elədi. Qarlı. Ümumiyyətlə, yəni janr olaraq da məncə təzə bir eksperimentdir. Mən bunu yazmışdım 2014-də. Bunu yazandan bunu çəkənə qədər həyatımda o qədər şey dəyişdi və ssenaridə Və unuttun. unutmadım. Ssenaridə ona uyğun dəyişibdi. Mənim məncə indiyə kimi elədim ən şəxsi işlərimdən biridir. Yəni burada açıq-aydın qışqırmasam da, amma o qədər şey öz birbaşa özümə aid bir şeylər çoxdur. Əhvalat necədir? Zaman maşını düzəldən bir adam, zaman maşını Spoiler düzəltmək istəyən vermə, bir. Yox, müəyyən hissəsinə qədər. O qədər də deyil. Zaman maşını düzəltmək istəyən Demindən şimdi bir adamdır. Və bir gün evinə, yəni normalda bu janr başqadır, fantastikadır. Və bir gün bunu qonşusunun ruhu gəlir ki, evinə qurban olum, mən sağ olan vaxtda qayıd işim var. Və belə başlayır evinə ruhlar gəlməyə. Elə iki janrı qarışdırmışam və oradan yola çıxaraq biz fantastik İstəsə danış bipləyərik. Yox, elə Elə daha çox şeydə bura qalsın. qədər deyim. Amma müəyyən tarixi dövrləri görürük, amma film dediyim kimi sırf zamanda səyahət haqqından daha çox peşmanlıq haqqında. Nə vaxt bəs sinema? 3 apreldən ölkənin bütün kinoteatrlarında olacaq. Şəhərimizin kassalarında da ala bilərlər. Anadolu restoranı şəbəkəsi. Hə? Adı azdır. Qızın iş gedir ki onda. Hə, bəs əslində 13 mart idi, vaxtını dəyişdik. Sırf orucluğa Hə, görə. çünki adam mart çıxdı, dərd çıxdı. Yox, əslində mart ən yaxşı vaxtdır kino üçün, amma orucluq olduğuna görə mən inanmıram oruc adam desin ki, gedim görüm talehinə çəkib acacam. Ona görə vaxtını dəyişdik. Məncə, yəni dediyim kimi 4 dənə dəvətnamə məndə. Premyerada iştirak eləyərsiniz. Siz də yəqin ki, treylerdə yaxınlarda paylaşılacaq. Baxıb fikirlərinizi yazarsınız belə. Çox sağ ol. Uğurlu olsun, amma bir dənə də bir şey demək istəyirəm. Denən ay Fərid. Vüsalında kinosu var idi. Hə. Deməli, Vüsal bir dənə kino danışdı. çıxartdı, bildiniz Hə. onu? Şunu çıxardı. Vüsal ikinci 26 kinosunu çıxartdı. fevral kinosuydu. Nə idi? Bilmirəm, adı bilmirəm. Əsirlikdə 8 gün. Hə, elə bir şey. Yəni Xocalı ilə bağlı. Əhmədzadə Sən elə bir space. Yox. Deməli, Vüsalla danışmışdıq ki, Hə. bəs qonaq gələcək. Nədir? Bölümümüz təzə kino çıxır da. Ondan sonra o qədər hadisələr oldu ki, bax üzürlü say Vüsal. həqiqətən üzürlü sayırsan. Vüsal, mən Vüsalın haqqında Vüsal dostumuzdur. Bir yerdə işləmişik, başlamışıq bir çox şeyləri. Bəxt məsələsi. Bu dediyin yadıma düşdü. Onun çox yaxşı bir qapı filmi var. Bu yaxınlarda. Elə qapıya getməliydik biz də. Bu yaxınlarda prokata yenidən qayıdır. Yəni orada da başına, yəni mənim kafedə başıma gələnlər onun kinoda başına gəldi. Yəni amma çox yaxşı film alınıb. Orada da yəni məni razı salmışdı. Heç vaxt oynamadığım bir tərzdə obraz oynatmışdı. Spoiler vermək istəmirəm çünki filmin əsas dönüş nöqtələrindən biridir. Məncə baxın, yəni bu yaxınlarda olacaq. Bəs bir şey deyim, Azərbaycanda kino yoxdur. Düşünürdün əvvəl, sonra özün çəkəndən sonra dedin ki, ucu var.
var. Mən çəkdim inşallah. Bəlkə də çıxanlar. Ya, əslində o da klişedir. Mən televizora baxmıram kimi klişelərdən biri. Mən televizora. Mən hərdən görürlər. Qardaş, sarda tanış gəlsən, deyirəm vallah ola bilər də. Aktyorsan, deyirəm hə. Baxışda mən də televizora baxmıram. Deyirəm vallah mən də televizora çıxmıram. Bilmirəm oradan görəsən. Yəni amma televizora baxmırsan. Televizora baxırsan zarafatsız. Mən baxıram. Baxırsan. Mən o qədər baxmıram. Yox, gedirsən evə. Bir dənə açıram, fırladıram, görüm ümumiyyətlə nə baş verir. Maraqlı bir şey olanda baxıram. Yəni nə baş verdiyini görə bilirsən sən oradan. Gedirsən, biz xəbərlərə rast gəlirsən, verilişə rast. Bəzən köhnə kino. Eski toprakda da, yəni eləyir də. Titanic göstərilir, otursan cavab. Mən nə vaxt təsadüf eləyirsə mənə televizor açıq şəkildə, mən səhər verilişi görürəm. Mən də səhər verilişi görürəm. Günorta da səhər verilişi görürəm. 3 dənə Zaur var, 3 dənə. Zəbt ediblər. Plus bir dənə də Zaurun oğlu gəlir. Powerpuff Girls də olur Zaurlar. Nəysə. Amma Və nə vaxt girirsən, bizim xalqımızla başlayan bir cümlə deyir və dayanmadan bir dərs verir. Cəmaata bir dərs verir. Orada oturanlar enerji dolu, əl çalırlar. Yox, onlar pulla gələn insanlar. Yəni o sirdə idi. Onların pulla gəldiyi. Əvvəl 3 manat idi. Biz tələbə olanda 5 oldu. Gedirdiniz dərsdən sonra. Bizi bir dəfə, 2 dəfə aparıb var. Olsun 10. Ya bizə pul vermirlər amma. Dəyəri yəni 10 manata görə. Vallahi insan təsəvvür hər gün 10 manat qazanır da. Bir veriliş olmur ki, 4-5 veriliş oturur, günə 30-40 manat. Günə 40 manat çat. O peki bizdə gedir. Yəni həmin adamlar kinoda da çəkilir də, arxa fonda olan insanlar, hə, kütləvi. Bizi təşkil edə bilərsən biz gedək elə verilişlərə. Sən tanış Tanış zat olur. Deyə bilər, tanış var. İstəsən də deyərəm. Bizi bir kinoya baş roldan zaten. Oturun Elgizin verilişi zordur. Mən Elgizə gülürəm. Elgizlə danışa çıxır. Zor. Mən ləzzət Elgizin edirəm. verişi zordur. Yox, o belə sözü necə belə. Amma biraz da Elgiz ücə şey oldu. Hə, Fərqindədir ki, cəmaət bunun hansı xüsusiyyətini Mən də elə çox pazlamağa düşündüm. başlayıb. Amma bəzi qəşəng fərqinə varıb. Yəni bildin belə Yox dedi. Bu günləri bacımla düşündü belə. Hə, gözümüz oydu. Ay sağ ol. Bəsdir. O qədər də yox da. Amma qəribə bir moda girib. Məsələn, oturur indi belə İbrahim Tatlısesinin o dövrləri var. Onun ən səmimi qəlbdən elədiyi şey o qaqaşı qovmaq idi şeylər. Dur, çıx bayram. Yo, bəzi. O Qədim. Elgiz gözümü Higuaindir. Real Madriddə partlatmamışdı çox da. Gəldi indi burada partlatdı da. Bu arada Talih sənlə bağlı o vaxtı bizim də tespitimiz var idi. Bilmirəm sən nə eləmişdin ya yox. Demişdi ki, Talih 30-40 yaşlı insanların sevəcəyi bir şeydir. Influencer Personajdır və Azərbaycanın nə idi? Onu deməmişəm. Nə? Azərbaycanın güclü ordusu var. Azərbaycanın ən qeyrətli influenceri. Elə demiş. Ailə influenceri. Azərbaycanın ən qeyrətli Yəni influenceri. hamının 7-dən 70-ə hamının izləyə biləcəyi, Problemsiz. heç kimdən Problemsiz münaqişə, problem yaşamayacaq bir tipaj. Mən sizə deyim, mən 18+ tip videolarımız var idi bizim. Mən əslində yox, 18+ idi. Yəni söhbət. Bu indi sən deyirsən biz bilirik. Biz daha öncə sən ağzından heç pis söz eşitməmişik. Doğrudan siz videolarıma baxmalısınız. Yo, sənin ən sevdiyim videonda şeydir. Videomuzu birləşdirib. Hə. Sözü demirəm. Xumar apardı o köhnə. Amma blokladı da, həmin o meyxanaya yəsi blokladı, bağladılar o videonu. Doğrudan. Hə, müəllif hüquqlarına görə. Çıxırıq. İndi kontra getəcəyik. Hə, verilişin vaxtında şey deyirsiniz, yəni vaxtında. Yo. Hə. Tamam, narahat olma, gəlib məhv eləyəcəyəm hamısını. Amma bir dənə belə bir şey deyim. Doğrudan da yəni mənim balaca uşaq da görür, tanıyır. Ağsaqqal işini görür, tanıyır. Çox qəşəng. Çox qəribə bir şeydir. Hə. Auditoriyam genişdir baxımdan, amma Nifrət edən kütlə. Polverin də çox qəşəngdir, Talih. Polverin Talih yüzbə deyə çıxır. Ailə polimer. Rəngi, zadı, hər şeyi. o qədər tərbiyəli obrazlar. Çox qəşəng. Ya person Bir olaraq da o personaj. Açqını zadda taxdı, vapşı bir sən necə? Daha Bəsdir yalnız, bəsdir tamamlayaq. Azərbaycanın qeyrətli Bilmədim, bilmədim, övürsüz. Çox sağ ol Talih gəldin. Siz Bizlə sağ olun. Səmimi, danışdın. zor. Həqiqətən. Mən sizə baxırdım, yəni düzdür, YouTube-da baxmamışam, TikTok-da Baxırdın, baxmamışam. axşamları yaddan çıxırdı. Yo, yaddan çıxmır və əsas Konser bitdi, alarmdır. randevu. Hansı xəstəxanada o bu idi? vaxtda nə xəstəxanadır? Təcili yardıma gedir nə? Fəribə ki, başına şüşə düşən ərəfən şeydir. Təcili yardıma. Bu vaxtdan sonra işləyir. Bilmirəm, niyə bu aktivdə bilmirəm. Aha. Xoşalar sizə yəni doğrudan nə xoşuma gəlir, mütəmadisiz, daimisiz, yorulmursunuz, öz işinizdən kayf tutursunuz, bu hiss olunur. Və mənim yaxın çevrəmdə baxıram ki, baxırlar, gülürlər və əylənirlər. İnşallah bu işi saxlamazsınız və çoxlu sponsorumuz olar. İndi biz bəzi dost sponsorlarına danışmışıq. Nə eləmək olar? Açığı yəni
Kofe alda da, yəni Kofe ala çox ümid bağlamayın. Ona görə sponsor götürsəz, bilirəm, yəni dediniz ki, nə kateqoriyalar götürmüsünüz və ona görə də təşəkkür. Məncə düzgün yoldasınız. Və əsas şey odur ki, özünüzdən zövq alın, onda məncə yaxşı olacaq. Təşəkkürlər. Soqqol çıxışı idi. Belə bala. Maşın əldən getdi. Məndə olub o söz. Sağ olun.